Mən panik atakı olan, ümumiyyətlə narahat xəstələrin sedasiya ilə implantasiyasını, diş çəkmə haqqında bir məlumat vermək istəyirəm. Klinikamızın anestezioloqu, reanimatoloqudur belə Eldəniz doktor, bir danışsın hə Eldəniz doktor. Bu pasiyentdə necə idi? Ümumi belə qorxan pasiyentlərə nə edə bir məlumat versəniz. Gördüyünüz kimi bizim pasiyentimizdə həyəcan, diskomfort hissi yarandı. Ona görə də biz pasiyenti ümumi anesteziya, ümumi narkoz deyirik, vena daxil narkoz. Bəzən də sedasiya deyirik. Sedasiya altında pasiyentimizdə proseduru icra elədik, əməliyyatı icra elədik. Məqsədimiz nə idi burada? Sedasiya ümumiyyətcə nə deməkdir? Sedasiyanın məqsədi rahatlanmaq, belə deyək, o hiss həyəcanı götürmək. Yəni aradan sedasiyon sözünün Latıncadan tərcüməsi, Latın sözü olub, mənası rahatlanmaq deməkdir. Bizim məqsədimiz də burada budur ki, pasiyent tam özünü rahat hiss eləsin. Yəni, pasiyentə olan müdaxilələr onu incitməsin. Amma belə də, mənə elə gəlir ki, bu pasiyent həqiqətən də sedasiyasız mümkün olmayacaqdır. Çünki çox həssas pasiyentdir, çox da narahatdır, həm də nefroloji problemi də var. Nevroloji demirəm, nefroloji deyirəm, problemi də var, böyrəklə bağlı problemi də var. Danışa bilirsiniz, ayrılmışsınız. Nətərdir, vəziyyət nətərdir? Yaxşıdır? Bəli. Sedasiya nətər oldu? Sedasiyasız yaxşı olardı, yox sedasiya? Yox, sedasiya. Sedasiya. Aha, pasiyent indi ayılır, tamam, indi qaldıracaq, klinikada gedəcək, dinlənmə otağı var. Əməliyyatlardan sonra dinlənmə otağı var, pasiyent gedir orada, dinlənəcəkdir. Yaxşı olandan sonra, rahat olandan sonra çıxıb gedəcək. Rahatdır olmaq, amma yenə də gedib bir dinlənmə otağıdır. Çünki narahat insan da, ümumiyyətlə emosional belə diskomfortları çox olan adamdır. Gedəcək, rahat dinlənəcək, ondan sonra da gedəcək. Çox sağ olun doktor, əlinizə sağlıq. Əllərinizə sağlıq. Belə bir komandana sizlərin qarşısındayıq. Tam cərrahi kabinetdə, steril şəraitdə, tam qanuni şəraitdə sizlərə xidmət göstərməkdəyik.